Göz əməliyyatı ilə bağlı ən çox eşitdiyim 3 yanlış fikri sizlə bölüşmək istəyirəm. Əməliyyat zamanı hər şeyi hiss edəcəyəm və əməliyyat zamanı qorxuram ki, gözümü bağlayaram. Yox, əməliyyat vaxtı heç bir şey hiss etmirsiniz, çünki gözünüzə yerli anestetik damlalar tökürük və ağrını aradan qaldırırıq. Gözünüzü isə bağlaya bilmirsiniz, gözünüzü açan bir alət taxırıq. Siz istəsəniz də gözünüzü tərpədə bilmirsiniz, gözünüzü bağlaya bilmirsiniz, yəni əməliyyatımıza mane ola bilmirsiniz. Əməliyyatdan sonra uzun müddət yataqda qalmalıyam. Yox, çox vaxt əməliyyatı edib evə göndəririk və 2-3 gün sonra tam həyat fəaliyyətiniz bərpa olunur. Göz əməliyyatı hər kəs üçün təhlükəlidir. Deyil, göz əməliyyatı üçün öncədən bütün göz müayinələrini edirik, gözün buynuz qışasının qalınlığı və tor qışada ola bilən problemləri aydınlaşdırırıq. Əgər bunlar uyğundursa, heç bir təhlükəsi yoxdur. Əgər sizdə eynək və kontakt linzadan tamamilə azad olmaq istəyirsinizsə, ətraflı göz müayinəsi olunmalısınız və sizin üçün ən uyğun üsul hansıdırsa o seçilməlidir ki, gözünüz tam təhlükəsiz şəkildə əməliyyat olunsun.